Hər kəsi salamlayıram. Ümid edirəm enerjiləriniz qaydasındadır, hər şey yaxşıdır. Bilirəm indi aranızda çox gec video qoyduğumu deyənlər var, amma mən də sizdən narazıyam. Çünki əslində biz Instagramda həftədə 2 dəfə, 3 dəfə tarotla bağlı dəstə seçkiləri qoyuruq, amma hələ də çoxunuz Instagramda izləmədə, takibdə deyilsiniz deyə xəbəriniz olmur. Eyni zamanda həftədə bir dəfə Instagramda canlı yayımımız da olur. Orada isə sizi maraqlandıran problemlərlə bağlı, onların həlli ilə bağlı da danışırıq. Və bu çox yaxın zaman içərisində YouTube'da da daha səmimi və daha üz-üzə, daha içdən videolarımız olacaq və bütün bunların tək məqsədi var. Sən öz həyatının iplərini əlinə alıb daha xoşbəxt bir həyat qura biləsən özünə. Artıq qurban psixologiyasından, üzgün psixologiyadan, narahatlıqlardan və gərginliklərdən qurtulasan. Bugün isə biz noyabra baxacağıq. Noyabr ayının ümumi enerjilərində nələr var? Dəstələri qoyuram. Birinci dəstə klassik tarot dəstəmizdir gördüyünüz kimi. İkinci dəstə və üçüncü dəstə. Noyabr ayında nə gözləyir? Noyabr ayının enerjiləri necə olacaq? Öz dəstənizi seçin. Hansı enerji sizə daha uyğun gəlir, hansı enerjisi daha yaxındır və biz başlayaq. Birinci dəstədən başlayıram. Heç nə düşünməyin, heç nə niyyət eləməyin. Sadəcə noyabr ayına fokuslanın. Noyabr ayı bu dəstəni seçən izləyicilərimin hansı hadisələri gözləmə ehtimalı var, yaşama ehtimalı var? Noyabr ayında bu dəstəni seçən izləyicilərimin nələr yaşama ehtimalı daha çoxdur? Noyabr ayına niyyət edirəm və başlayaq. Noyabr ayında səyahətləriniz ola bilər əzizlərim. Noyabr ayında bir şeyləri tamamlama, bir şeyləri, daha doğrusu ilk növbədə bunu deyim, buradan başlayayım. Noyabr ayında daha çox gələcək hədəfləriniz və məqsədləriniz doğrultusunda hərəkət edəcəksiniz. Yəni daha çox nə məqsədim var, gələcəklə bağlı planlarım nədir, düşüncələrim nədir, gələcəklə bağlı nələr istəyirəm, nə arzu edirəm özümlə bağlı, bunları düşünəcəksiniz. Özünüzdən böyük olan işdən bağlı insanlardan məsləhətlər ala biləcəyiniz, eyni zamanda daha çox strateji hədəflər quracağınız, daha çox belə deyək də məntiqlə irəliləyəcəyiniz bir ayda olacaqsınız. İlk giriş enerjisində. Və burada sizin həyatınızda önəmli dəyişikliklər ola bilər, gözlənilməz taleyinizlə bağlı dəyişimlər ola bilər. Gözlənilməz anda iş yerinizi dəyişə bilərsiniz, gözlənilməz anda yaşayış yerinizi dəyişə bilərsiniz, gözlənilməz bir tətilə gedə bilərsiniz, gözlənilməz olaraq bir yol məsafəsinə gedə bilərsiniz. Və həyatınızda yarımçıq olan, zət bayaqlarda qədər çarxına tamamlanma dedim, dünya kartını bir anlıq qarışdırdım. Çünki bir-birinə çox oxşayırlar. İkisində də görürsünüz necə oxşayırlar bu kartlar, amma elə bu da çıxdı. Həqiqətən də yarımçıqlıqların tamamlanacağı bir ay olacaq. Yəni ki, sizin xüsusilə bir bəylə bağlı, karyera həyatı ilə bağlı, işlə bağlı, təhsillə bağlı bir fikrinizdə tamamlanması gərəkən bir şeylər varsa, mövzular varsa, həmin mövzuları da tamamlayacaqsınız özünüzlə bağlı. Eyni zamanda nələr olacaq? Burada həm qılıç altılısı, həm kule var. Yanlış olan şeylərin dağılması olacaq. Yəni sizin həyatınızda çoxdandır davam edən, amma kökü, bünövrəsi yanlış şəkildə qoyulan bir çox insanlardan və hadisələrdən artıq vaz keçib öz yolunuzu getmə enerjiniz olacaq. Yəni burada artıq kule kartı anlıq bitişləri göstərir, anlıq dağıntıları göstərir və qədər çarxının altındadır. Yəni bu qaçınılmaz bir bitiş olacaq, qaçınılmaz bir sonlanma olacaq, qaçınılmaz bir dağıntı olacaq. Məsəl üçün hər gün getdiyiniz bir işdir, amma siz bu işi dəyişməlisiniz. Tutaq ki,
Amma risk eləyə bilmirsiniz. Gedib deyə bilmirsiniz ki, mən burada olmaq istəmirəm. Birdən-birə işin içərisində elə bir şey ola bilər. İş yerinin özünün içərisində ya şöbə dəyişikliyi ola bilər, ya ümumiyyətlə şirkət bağlanır, məsəl üçün deyirəm. Yəni sanki taleyinizdə olan dəyişim gəlib çatıb və bunun üçün də bir sonlanma lazımdır və bu sonlanmanı yaşayacaq. Çünki siz artıq etməli olduğunuzu etmisiniz, tamamlanması gərəkəni tamamlamışsınız və hazırki hansı pozisiyadasınızsa, hardasınızsa onu tamamlamışsınız artıq. Yeni bir şey lazımdır. Və bu zaman nə baş verir? Siz yeni bir maddi olaraq özünüzü daha yaxşı, daha üst səviyyədə hiss edəcəyiniz bir dönəmə keçirsiniz. Yəni bu bitiş sizə zərər gətirməyəcək. Tam əksinə, məsələn, bu günə qədər qısa, balaca bir iş portfeliniz, balaca bir işlə bağlı və yaxud da fikirləriniz, həyatla bağlı balaca bir vizyonunuz kiçik idisə, indi daha böyük bir vizyona sahib olacaqsınız. Daha çox şeylər düşünəcəksiniz, daha çox şeylər planlayacaqsınız və daha böyük şeylər qazanmağa odaklanacaqsınız və daha böyük belə maddi olaraq da bizneslər qura bilərsiniz. Xüsusilə Oğlaq Buğa qızlardan gələcək dəstəklər daha çox olacaq. Daha sonra nələr gözlənilir? Məhkəmə. Dəyərlərinizi də sorğulayacaqsınız. Ailə dəyərlərinizi, sizin üçün nəyin önəmli, nəyin önəmsiz olduğunu da sorğulayacaqsınız. Həyatınızda yönünü dəyişəcəyiniz və ipləri də, yəni tam olaraq bu sözlə çox istifadə edirəm. Həyatın dəyişim nöqtəsi odur ki, həyatın məsuliyyətini əlinizə alasınız. Bu nə deməkdir? Həyatınızda baş verən hadisələri taleyin budur deyib adlandırmaq və buna boyun əymək yox. Mən bu həyatımı özüm idarə edə bilərəm. Dünən belə bir şey oldu. Bunu izah eləyəcəm ki, siz bu kartın mənasını başa düşəsiniz. Çox gözəl bir toy videosu qoymuşdular TikTokda və aşağısına bir xanım yazmışdı ki, mənim üçün heç vaxt bu olmayacaq. Allah bunu mənə heç vaxt nəsib eləməyəcək. Səbəbi nə idi bilmirəm. Mən o xanımın altı şərhinə yazdım ki, sənin əgər düşünürsənsə ki, sən buna layiq deyilsən və artıq buna əminliklə yazırsansa, əlbəttə olun. Amma sən bunu istəsən, 4 dəfə də evlənən var, 5 dəfə də evlənən var. Evlisənsə evliliyini yeniləyən də var. Yəni sadəcə insan həqiqətən də məqsəd qoymaq və o məqsədə çatmaq üçün bir şeyləri eləməsi gərəkdir. Yəni yön dəyişməsi gərəkdir. Artıq həyatına bir çəki düzən verməsi gərəkdir. Həyata təslim olmaq mənim üçün olmaz. Məsəl üçün bəzi xanımlar var, boşanır və deyir, "Vəsə mən daha evlənmərəm." Halbuki yer üzündə hər bir şey bizim dəyişmə ixtiyarımız var da, paltarımızı, ayaqqabımızı və s. Ola bilər ailə həyatımızda da nəsə alınmadı və yaxud da nəsə başqa bir problem ola bilər. Bəzi insanlar taleylərini bağlayır, bəziləri iş qururlar, alınmır, daha iş qurmur, heç nə tərpənmir yerindən, deyir mənim üçün hər şey bitdi. Yəni burada deyir ki, məhkəmə kartı özünlə, keçmişinlə və indi halınla üzləşib, büyücü kartı ipləri əlinə alıb öz həyatını quracağın bir dönəmə girsin. Görürsünüz, əlində bir enerji var. Görürsünüz, bəzilərinin spiritual enerjiləri var və bunu daha dərindən hiss eləyəcəklər ki, məndə başqa bir şey də var imiş. Mənim başqa bir enerjim də var imiş. Məndə başqa bir güc var imiş və mən bunun fərqinə varmamışam. Bunun da fərqinə varacaqlar. Bir oyanış yaşayacaqsınız eyni zamanda. Və bu oyanış enerjisi sizi çox dərindən, yaxşı mənada etkiləyəcək. Özgüvən baxımından çox dərin etkiləyəcək. Bəlkə də fərqində olmadığınız bir bacarığa və istedada sahib olduğunuzu görəcəksiniz. Daha sonra həyatınızda sizə ola bilər ki, artıq sizin üçün sürəsi də olan münasibət gedəcək, amma yerinə daha sizi içdən sevgi dolu hiss etdirəcək. Xüsusilə qarşı tərəf balıq burcu ola bilər. Bir münasibət gələ bilər. Daha dərin hiss edəcəyiniz, daha dərindən ruh eşim deyəcəyiniz bir insanı həyatınıza alma ehtimalınız böyükdür. Və evliliklə bağlı mövzuların gündəmə gəlməsi, evliliklə bağlı, evlisinizsə uşaq sayının artması, evli deyilsinizsə evliliyin özünün qurulması ilə bağlı dəyərlər sizin üçün çox fikirlərinizi sanki bu qarışdıracaq. Mənim üçün məsuliyyət nədir? Mən nə dərəcədə nə istəyirəm? Mən xoşbəxtəmmi? Məni xoşbəxt edən nələrdir? Və zaman-zaman burada kartlar deyir ki, bu səni yanlış bir depressiyaya apara bilər. Yəni ki, məsələn, əslində hər hansı
bilirsiniz də, məsələn, panik atakda olan insanların əslində realda, yəni ölümcül olmur, heç vaxt öldürmür adam. Amma anlıq olaraq adam özünü elə hiss eləyir ki, elə bilir ki, öləcək, düzdürmü? Panik atak olanlar varsa, biz sanki elə bilirsiniz ki, bütün dünya dayandı və siz indi öləcəksiniz bu dəqiqə. Panik atak nədən yaranır? Zamanında işlənməyən bir travmanın anidən üzə çıxmasından yaranır. Yəni zamanında bir duyğu çözülməyib, bir duyğu həll edilməyib, orada bastırılıb və bastırılmış duyğu özünü apara bilmir, harda gəldi çıxmağa başlayır. Düzdürmü? Çünki siz onu bir dəfə məntiqlə sustursaz, sonra o deyəcək ki, sən mənə bir dəfə susturdun, indi mən səni hər yerdə narahat eləyəcəm ki, sən mənə necə susturursan. Bax, belə bir şəkildədir. Burada xüsusilə də deyir ki, sənin fikirlərin, düşüncələrin, sənin emosiyaların səni aldada bilər. Niyə səni aldada bilər? Çünki sən keçmişdə yaşayırsan ya da gələcəyə qaçırsan. Anlıq olaraq hal-hazırki enerji vibrasiyada indinin hal-hazırki xoşbəxtliyindən qaçırsan sanki. Yəni burada ola bilər keçmişdə bağlı yaşananlar sizin tez-tez yadınıza düşəcək. Məsələn, burada bir bəy gəlir sizin həyatınıza, amma siz mənə aldatmışlar, mənə yalan danışmışlara gedərsiniz və yaxud da yenə də bir bəy gəlir, amma siz deyirsiniz, görəsən evlənərəmmi, görəsən evlilik necə olar, ailəsi necə olar, mən necə ol. Yəni, ya gələcəyə qaçırsınız, ya keçmişə qaçırsınız deyə, bugünə qədərki fürsətləri, sizə gələcək olan çox maraqlı həyatınızda maraqlı enerjilər burada gəlir. Kupa görürsünüz, buradan bir kupa gəlir. Amma qız onu görmür. Niyə? Çünki hər şeydən bir məmnuniyyətsizlikdir. Bu söz məmnuniyyətsiz hiss eləyə bilərsiniz. Şükranınız azala bilər. Sanki bir kafa qarışıqlığı. Burada da kupalar var, burada da kupalar var. Kupalar fikirlərdir də, bilirsiniz. Kupalar şeylərdir, su Oy, nəsə oldu? Kupalar su elementinin kartlarıdır və kupalar göstərir ki, çoxlu sayda bizim depressiv, dalğın, düşüncəli olduğumuz anlarda kupalar daha çox çoxalır kart görüntüdə. Yəni daha çox çalışın ki, bu ay neyniyəsiz? Məsələn, bir fikir sizi narahat eləməyə başladı. Həmin fikri qoyun qarşınıza bir əşya olaraq, onunla danışın və buraxın. Çox xəyallara getməyin. Çünki burada ailə mövzuları, sevgi mövzularında başlayayım, başlamayayım, həyatıma girəni qəbul eləyim, eləməyim, bu adam mənim adamımdır, deyil. Belə çox özünüzü yoracağınızı görürəm. Daha sonra. Aha, deməli. Deməli, burada sizin biraz daha çox aldanma qorxunuzun da olduğunu görürəm. Sanki həyatınızda bir şeylər artıq həll eləmişsiniz və bir şeylərin artıq adını qoymusunuz da özünüz üçün. Artıq həyatınızda bəzi şeyləri oturtmusunuz yerinizə və uğurlu bir yolda gedirsiniz. Və bu uğurlu gedən yolda fikirlərinizdə bəzən arxanızca gəlir nələr, özünüzü sanki aldatdığınız düşüncələr var. Məsəl üçün də, görəsən bu insan məni aldadarmı, görəsən mən düzgün insanlarla birlikdəyəmmi və keçmişin enerjisini gətirmək, gözünüzün bir tık daha keçmişdə qalmağı, görəsən orada neynədilər, görəsən ki, eksim nə ağarır, görəsən nə bilim düşmənin filan kəs indi nə, sanki biraz fikirlərinizin keçmişdə qalması, düşüncələrinizin, hətta ən yaxşı anlarınızda belə biraz düşüncə dalğınlığı yaşana bilər zaman-zaman. Ondan sonra biraz belə deyək, bu ayda barışmaq üçün gələnlər olacaq sizə, addım atmaq istəyənlər olacaq, nələrsə düzəltmək istəyənlər olacaq. Amma münaqişəli bir şəkildə siz yenə də sanki belə deyək, sizə indi nəsə versələr də artıq istəmirsiniz sanki. Belə bir enerjiniz ola bilər. Yəni ki, çox istədiyiniz bir şeydir. Zamanında olmamışdı. Çox arzu eləmişsiniz. İndi həmin şey olur. İndi də deyirsiniz ki, indi mən istəmirəm. Bax, bəzilərinizin də bu enerjisi var. Sanki artıq mən istəmirəm. Biraz özünüzü qapıya bilərsiniz. Biraz duygusal tərəflərinizi, hansı ki bu qadın enerjisidir, dişil enerjidir, bunu azaltmışsınız. Əksinə sizi yoran duyğuları, yəni ki təşvişdir, narahatçılıqdır, bunları biraz çox artırmışsınız. Bunu noyabr ayında dəngələməyinizdə fayda var. Çünki burada kupa beşlisi və dəyənək beşlisi fikirləriniz içərisində davamlı bir mübahisə olacaq. Sanki
davamlı bir özünüzlə içəridə bir rəqabət aparacaqsınız. Hər şey yaxşıdır, okey, sual verin, mən niyə narahatam? Sanki içinizdə bir narahatçılıq var. Nəsə bir şeylər qorxur. Para dörtlüsü. İçinizdə yığmısınız bəzi duyğuları. Bu duyğular orada tutub saxlamışsınız. Kılıç kraliçası ağıllı bir formada orada idarə edir. Amma orada dalaşırlar bir-birinə. Niyə dalaşırlar? İstədikləri nədir? Onları niyə çıxartmırsınız üzə? Kupa dörtlüsündə onları niyə tılsım dörtlüsü ilə onu niyə bastırırsınız? Niyə qoymursunuz ki, bunlar çıxsın? Aqressiyadır bəlkə də, hirsdir, inciklikdir, duyğudur. Çıxartmaq lazımdır, danışmaq lazımdır və yaxud sadəcə qışqıraraq çıxartmaq lazımdır. Kortizolu bədəndən atmaq lazımdır. Çünki stres hormonudur. Bunlar içəridə sanki partlamağa hazırdılar. Asa dörtlüsü deyir ki, ay içərisində siz toylara, bayramlara, şənliklərdə ola bilərsiniz. Özünüzün yaxşı bir yığıncaq məclisiniz ola bilər. Yıldız kartı deyir, daha çox məşhurluq var, daha çox görünən bilərsiniz. Əgər siz öz işinizi qurmağı düşünürsünüzsə, öz işinizi qurmaqla bağlı çox daha yüksələcəksiniz, çox daha irəliləyəcəksiniz və insanlar görünəcək. Amma sizin axı içinizdə tam olaraq ətrafa güvən yoxdur deyə bu enerji ilə siz rəqabət də çağıracaqsınız həyatınıza. Sanki hiss eləyəcəksiniz ki, kimlərsə də sizin sevincinizə o qədər də xoşbəxt deyil. Sizin parlamağınız o qədər də ona xoş gəlmir. Və hiss eləyəcəksiniz ki, əslində tam olaraq xoşbəxt hiss eləyə bilməməyinizin səbəbi odur ki, ətrafınız, sizin uğurunuz hamını da xoşbəxt eləmir. Kimlərsə incidir və bu sizə biraz təsir göstərə bilər və bu sizi biraz incidə bilər. Daha sonra noyabr ayında nələr olacaq? Noyabr ayının enerjisi. Noyabr ayında Qoçur oxatan, xərçəng balıq enerjilərində birilərindən dəstək, təklif, yeni bir addım, yeni bir başlanğıc eləyə bilərsiniz. Bu insanlarla maşın almaq, maşınla bağlı uzaq yollara çıxmaq, uzaq yoldan gələn birinin sevgi təklifi, gözlədiyiniz, mən onu gözləyirəm, o insanı gözləyirəm dediyiniz insanın həyatınıza gəlişi ola bilər və hətta deyərdim ki, çoxdandır bəlkə kimsə narahat idi ki, görəsən mənim bəxtim bağlıdırmı, görəsən mən niyə evlənə bilmirəm, görəsən mənim taleyim niyə belə alınmır və s. Bu ay deyir əslində sənin taleyinlə bağlı yeni bir enerji gəlir sənin həyatında. Burada məsəl üçün görürsünüz, kupa və imperator kartı. İmperator ədasında eqolu bir şəxsin evlilik üçün addım atacağını görə bilərsiniz, hiss eləyə bilərsiniz və bu insan sanki çox əmək vermək istəyəcək bu münasibətə. Sadəcə yenə də burada realda olmayan qaranlıq duyğuların səni narahat eləyir. Sən fərqində belə deyilsən və uğursuzluqdan o qədər qorxursan ki, yanılmaqdan o qədər qorxursan ki və mənasız və boş olan qorxu hisslər o qədər sənin bədəninə hakim olub ki artıq. Burada deyir ki, qarşı tərəfdə hiss eləyə bilərsən ki, bu adam evlənmək üçün gəldi, bir yerdə dayandı sanki, hərəkət eləmədi. Sən düşünərsən ki, bu adam nə oldu, gəldi amma irəliləmədi. Əksinə isə sən özün onu dayandırırsan, öz enerjindən, fərqində belə olmadan. Amma burada deyir ki, sən əgər ertələməsən, dayandırmasan, gözləmə rejiminə salmasan, kılıç dörtlüsü və asılmış adam. Hamısında nə var? Bir ertələmə var, bir sonraya saxlama var. Biraz istirahət eləməliyəm, biraz dayanmalıyam, biraz durmalıyam. İndi yox, birazdan, başqa vaxt enerjiləri var. Bunları deyir, əgər sən ata bilsən həyatında, asa 8 və günəş kartı, həyatın tam pozitiv bir axarda davam edəcək. Tam ürəyin istəyən bir axarda davam edəcək. Yeni tanışlıqlar, yeni flörtlər, yeni münasibətlər, yeni ideyalar, yeni fikirlər, yeni sevgilər və yeni iş təklifləri səninlə olacaq. Yəni sən həqiqətən də istər evlilik baxımından, istər də bir iş qurmaq baxımından, bəlkə də uzaqdan birinin iş qurmaq üçün təklifi var, bəlkə də kiminsə sənə uzaq məsafədən gələn bir biznes ideyası var və s.
Sadəcə sənin burada asılmış adam, kılıç döhlüsü, kılıç dokuzlusu bir qorxularını sanki tətikləyəcək. Dayanımmı? Biraz daha düşünümmü? Görəsən səhvmi edirəm? Görəsən düzgün etməsəm başıma nə gələr? Kimi qorxularının daha çox belə deyək də zıplayacağını, özünü göstərəcəyini göstərir. Və son olaraq 3 kart çəkirəm. Nə məsləhət, nəyi bilməlisiniz təcili olaraq noyabr ayı üçün? Nəyi bilməlisiniz təcili olaraq noyabr ayı üçün? Həyatınızda nə zaman dəyəriniz bilinmədi və yüklərlə yükləndiniz, nə zaman ki sizi belə qoydular tam o problemləri isə yüklədilər. Nə vaxt ki sizi tam olaraq problemlərin tam orta yerinə qoydular, tərk elədilər, haqqınızı ala bilmədiniz. Onların hamısının haqqını alacağınız və balansa gələcəyiniz, barış olacaq. İçinizdə sanki rahatlayacaqsınız. Bax, filan vaxtı mənim üzərimdə çoxlu yüklər var idi. Filan vaxtı mən həqiqətən də çox yüklənmişdim və mənə aid olan, olmayan hər yük mənim çiynimdə idi. Məni yükləmişlər, mən tərk edilmişdim, mənə haqsızlıq olunmuşdu. Paraltılsıdır, ədalətli şəkildə haqqın olanı alacaqsan, kainat sənə haqqın olanı verəcək və dəngələnəcəksən. Yəni balansa oturacaqsan, balanslayacaqsan həyatını, kainatın özü. Və mən ümumi olaraq düşüncələrinizlə bağlı biraz eniş çıxışları görsəm də hadisə baxımından heç də pis, heç nə yoxdur. Tam olaraq sevindirir. Sizi sevinclərinizin çox olacağı bir aydır. Sadəcə narahatçılıqlarımız çoxdur, amma istənilən narahatlığın həlli var. Yetər ki, siz bunun üzərine düşün, sadəcə siz mənə əlaqə saxlaya bilərsiniz, deyə bilərsiniz ki, məni həqiqətən də böyük narahat edən bir duyğu var və mən bundan qurtulmaq istəyirəm. O zaman biz sizinlə görüntülü olaraq, ya da canlı olaraq danışacağıq. Keçirik ikinci dəstəyə. İkinci dəstəni seçənlər bir qədər də yaxın gəlin və öz adınızı deyin, özünüzü niyyət edin. Ehtiyac yoxdur ki, hansısa bir insanı və ya hansısa bir hadisəni niyyətinizdə tutasınız. Sadəcə özünüzü niyyət edəsəz kifayətdir. Başlayaq. Burada birilərinin planları var. Amma alınmır hələ. Bir şeylər planlamışsınız, bir şeylər düzəltmişsiniz, bir şeylər var beyninizdə. Gözlədiyiniz bir addım mı var, gözlədiyiniz bir təklif mi var, sizə verilmiş bir xəbər mi var, gəlməli olan bir şeyiniz var. Yəni gəlməlidir, düşünmürsünüz. Amma sanki ya kimsə bunu uzadır, ya kimsə yalandan vəd verir, amma ortada heç nə yoxdur. Yəni sadəcə eləcə uzanır və hər gün siz yenidən bunu deyirsiniz. Narahat olma düzələcək. Narahat olma yaxşı olacaq. Narahat olma həll olacaq. Sanki həyat sizə bunu bu şəkildə, bu nədirsə bu mövzunuz, həmin mövzu ilə bağlı eləyə bilmirsiniz. Yeni bir şeylərə addım ata bilmirsiniz. Və artıq yorğunluğunuz var burada sanki. Bir bezmişliyiniz var. Artıq bir şeylər həll olsun, netləşsin istəyirsiniz. Və sadəcə indi hal-hazırda susub gözləyirsiniz səbirli bir formada. Sadəcə səbirli bir formada yola verirsiniz sanki. Yaxşı. Bunda yola verim, görüm nə olacaq. Biraz hal-hazırda düşmənlərinizmi və yaxud da hal-hazırda yolunuzu kəsənlərmi və yaxud da bir qrup insan var ətrafınızda. Ailə həyatınızda ola bilər, işinizdə ola bilər. Sanki biriləri düzgün yolda deyil, biriləri düzgün insan deyil ümumiyyətlə. Amma siz o ortamda sanki yola verməyə hal-hazırda məcbur kimi hiss edirsiniz. Sanki o ortamın içərisində sadəcə susuaraq, sadəcə sakitliyinizi və müdrikliyinizi qoruyaraq, haqqınız olanı alacağınız günü gözləyərək bir susqunluq var əslində. Amma məsələ burasındadır ki, bu ortamın özü belə hiss edirsiniz ki, sizin elə yolunuzu kəsən insanlar bu ortamdır. Yəni, olduğunuz bu hal-hazırki vəziyyətin özü elə sizin yolunuzu kəsir. Yəni, məsələn, tutaq ki, o insanların içərisində
elə insan var ki, konkret olaraq sizə imkan vermir. Öz mənfi enerjisi ilə ola bilər, fikirləri ilə ola bilər, əməllərlə ola bilər. Yolunuzu kəsir, imkan vermir sizin alınacaq bir işiniz alınsın. Siz nəyisə dəyişmək istəyirsiniz, imkan vermir dəyişsin və siz isə hal-hazırda nəyisə tərk eləmək istəyirsiniz, getmək istəyirsiniz, hardansa çıxmaq istəyirsiniz, nəyisə bitirmək istəyirsiniz, nəyisə geridə buraxmaq istəyirsiniz. Amma sanki bu 2 aylıq bir dönəm ola bilər, 2 həftə ola bilər, ikili bir zamandan bəri də davam edən bir mövzudur. Yəni bu sizin həyatınızda olan mövzudur. Daha çox sanki qabarır. Nə baş verəcək? Falsa Fortune. Aha, maraqlıdır. Deməli, nə baş verəcək burada? Deyir ki, taleyinizlə bağlı, bu mövzu ilə bağlı bir anlıq bir dəyişim ola bilər. Anlıq bir dəyişim ola bilər və həyatınızda sanki elə bir şey olacaq ki, baxın burada görürsünüz, oğlan gəlir, neyini burada, nə deyirlər buna, xeyir-dua alır. Taleyinizin xeyir-duasını alacaqsınız. Sanki taley sizə, atalarınız, babalarınız, ulularınızın bir xeyir-duasını hiss eləyəcəksiniz. Və taleyinizlə bağlı anlıq bir dəyişmə mümkündür bu ay ərzində. Yəni, sanki məsələn, bu ay daha çox Allahla yaxın olacaqsınız, bu ay daha çox nəslinizi yad eləyəcəksiniz, bu ay ata ilə daha yaxın olacaqsınız, bu ay atanızdan daha çox, atası olmayanlar atasının sanki ruhunu, onun varlığını, ata nəslinin varlığını daha çox hiss eləyəcəklər. Daha çox bəlkə qəbir üstünə gedəcəksiniz, bəlkə ziyarət edəcəksiniz. Amma bir güclənmə hiss eləyəcəksiniz. Baxın, sila, güclənmə hiss eləyəcəksiniz ətrafınızdan, ətrafınızdakı insanlardan, bacı qardaşlardan. Sanki sizə güc gələcəklər, sanki sizə enerji verəcəklər. Qarşınızdakı, baxın, böyük bir savaşmalı olduğunuz bir mövzu var. Buna gücünüz çatmaq üçün sizə güc lazımdır. Həmin bu gücü sizə verəcəklər sanki. Mənəvi, ruhsal, fiziki, maddi ətrafınız sizin yanınızda olmağa, sizə bir şeyləri qatmağa çalışacaq ki, siz güclənəsiniz və bu mövzunu həll eləyəsiniz. Və çoxdan bəri içinizdə saxladığınız və çoxdandır daxilinizdə bölüşə bilmədiyiniz problemləriniz, hansı ki, onlar orada içəridə qalmışdı, bunların sevincini yaşayacaqsınız, bunlar hərəkətə keçəcək və bunlar reallaşacaq artıq. Və burada baxacaqsınız ki, daha, baxın, qızıllarını görürsünüz, daha güclü. Baxın, burada çox qəşəng bir şey var. Əgər sizin niyyətiniz karyera ilə bağlıdırsa, əgər sizin mövzunuz maddiyyatla bağlıdırsa, əgər sizin gücünüz özgüvənlə bağlıdırsa, sizin mövzunuz öz istəklərimi əldə edeyim, həyatımı həqiqətən də özüm idarə edeyim, artıq güc məndə olsunla bağlıdırsa, bunu reallaşdıracaqsınız. Bunu reallaşdırmaq üçün xüsusilə ata ilə və ata xətti ilə bağlı çox işləməlisiniz. Atadan halallıq almaq, ata nəslindən halallıq almaq, ata nəslini daha çox onurlandırmaq, şamları yandırın, dualar oxutdurun, Yasin oxutdurun və daha çox yada salın burada. Xüsusilə dördlü tarixlər sizin üçün önəmli olacaq. 4-ü, 14-ü, 24-ü tarixləri daha çox önəmli olacaq. Və burada hər dəfə siz sanki kimdənsə, xüsusən bu ata ilə bağlıdır, qaynata ola bilər, sizdən böyük olan kişilərlə bağlıdır. Siz onlardan xeyir-dua aldıqca, nəsildən xeyir-dua aldıqca hiss eləyəcəksiniz ki, qorxularınız öz yerini maddi rahatlığa verir, sabitliyə verir. Özünə daha çox gücə verir. Əgər buradakı mövzunuzda, burada sevgi ilə bağlı niyyət eləmişsinizsə, burada deyir ki, evlilik niyyəti ilə özünə çox güvənən və özünü çox sevən bir bəyin sizə sizinlə bu barədə fikri olacaq. Maddi olaraq, amma bu insan necə bir insandır? Daha çox maddiyyata üstünlük verən, sabitliyə üstünlük verən, oğlaq buğa qız bürcləri xarakterində daha çox tənbəl, sakit, rahat və güvən, konfor onun üçün çox daha önəmlidir. Daha sonra noyabr ayında nələr olacaq? Yenə də burada deyir ki, bəzi mövzularda yenə də bir hayli burada düşüncəlisiniz. Günün müəyyən saatlarında, ola bilər sizin yaxın dostunuzdur, atanız və s. Sanki iki insan ola bilər və ya da özünüz bəzən daha çox ağıllı qərarlar verməliyəm tipində və ağıllı qərarlar verməliyəm. Yəni,
ancaq məntiq tərəfindən baxırsınız, bəzən isə çox daha duyğusal və daha çox mən nə hiss eləyirəm, mən nə istəyirəm, məni xoşbəxt eləyən nədir? Okay, mən burdayam, istədiyim kimidir, amma duyğusal olaraq da mən bunu istəyirəmmi? Sanki belə bir duyğusal bir durumda olacaqsınız. Niyə görə burada daha çox eril enerji hiss edirəm bu dəstədə? Yəni sanki daha çox kişi və kişi enerjisində olan insanlardır. Daha çox kişi enerjisini üstün hiss edirəm çünki. Və burada deyir ki, sizin bütün enerjiniz bəzən özünüzün də fərqində olmadan mən bu durumu həll edə bilmərəm. Bu durumdan mən necə çıxa bilərəm? Məni kimsə gəlib buradan çıxartmalıdır. Mən buradan çıxa bilmirəm hissi bu sizi əsəbləşdirir və buna daha çox enerji sərf edirsiniz. Hansı ki, əslində hal-hazırda o qədər bu düşüncə var ki, sizin beyninizdə bu durumu mən həll edə bilmərəm ki. Bu şeydən mən çıxa bilmərəm ki. Və hal-hazırki dönəmdə mən azca da olsa belə özümü bir rahat buraxsam, rahat olsam, mənim əlimdə olanları alarlar və mən zəifləyərəm, mən güclü dayanmalıyam, savaşmalıyam, mübarizə aparmalıyam, mənim bu vəziyyətdən çıxarda bilmərəm mən özümü, ancaq mübarizə aparmaq gəlir əlimdən və s. Və bu cür düşüncələr, bu cür fikirlər sizin enerjinizi çox aparır. Və burada deyir ki, bu ay ərzində əslində sən bu savaşı az da olsa kənara qoya bilsən, ağlına indiyə kimi gəlməyəcək ideyalar gələ bilər. Hansı ki, bu ideyalar sənə böyük pullar gətirə bilər. Hansı ki, bu ideyalar sənə belə heç vaxt eləmədiyin bir ideyadır. Məsələn, ağlına birdən bəlkə belə bir şey eləyim ideyalarıdır. Bəlkə bunu da denəyim, bəlkə bu yoldan da gedim. Bunu bilmirəm nə olacaq, amma yenə gedirəm. Risk alacağın və sonu bilməyəcəyin yollar ola bilər və buradan da sənə maddi olaraq başarılar gözlənilir. Və eyni zamanda burada deyir ki, yeni bir çoxdan da ola bilər ki, sən fikirlər içərisində, yəni burada sizi yoran əslində real, sadəcə mən düşünürəm ki, düşüncə və dalğınlıqdır. Dalğınlığınızla özünüzü yorursunuz. Çünki bir tərəfiniz həqiqətən çox dalğın və çox həyatla savaş enerjisindədir və siz fikirləşirsiniz ki, siz savaşmalısınız, çoxlu borclarınız var, çoxlu məsuliyyətləriniz var. Bu məsuliyyətləri siz necə verəcəksiniz, necə həll edəcəksiniz? Çıxa bilmirəm, məni kimsə gəlsin buradan çıxartsın, kimsə mənə pul versin, bəlkə mən borclarımı həll edeyim, ya kimsə məni indiki bu istəmədiyim vəziyyətdən xilas eləsin enerjisindəsiniz. Amma deyir, sənin bir tərəfində var, hansı ki, orada çox ağıllı tərəfdir və həmin o ağıllı tərəfini sən indi oyatsan, gözəl bir beynində bir ideya gələcək, bir pul ideyası gələcək və həmin ideyanı həyata keçirdiyin anda sənin üçün hətta mümkünsüz görünən yəni maddi başarı belə mümkündür. Burada bu daha çox xanımlara aid olacaq bu. Biraz daha öz haqqımı müdafiə eləməliyəm, özümü qorumalıyam və sanki bir tələbkarlığınız daha çoxdur və tələbkarlığınız var, amma eyni zamanda bir də qərarsızlığınız var. Niyə qərarsızsınız? Çünki duyğularınızı çox öldürmüşsünüz. Yəni çox məntiq hərəkət edir, çox məntiqlə hərəkət etməyə çalışırsınız. Ancaq istəyirsiniz ki, hər şey sizə sərf edən formada olsun. Hər şey sizi çıxarınıza xidmət eləsin. Amma çıxarınıza xidmət elədiyiniz, dediyiniz məsələdə, yəni ki, çünki burada duyğu yoxdur axı. Məsələn, mən həmişə deyirəm, bəzən xanımlar mənə deyir, 2 dənə oğlan arasında qalmışam. Deyirəm, insan heç vaxt 2 oğlan arasında qala bilməz. Sənin duyğuların hər zaman bir insandan yanıdır. 2 oğlan arasında vaxt qalırsan ki, sən hər ikisindən alacağın, yəni səni, məsələn, birinin daha çox maddiyatı xoşuna gəlir, digərinin xarici görünüşü xoşuna gəlir. Sanki sən ona heç nə vermirsən, almaq istəyirsən sadəcə. Məntiqlə fikirləşsən. Kim mənə daha çox sərf edir? Daha çox kim sərf edir mövzusunda, bəli, qərarsızlıqlar olur. Yəni burada mənə sərf edəni tapmaq mövzusunda qərarsızlıqlar olacaqsınız. Bunu həll eləməyə yeganə duyğularınızdır, yəni hiss etmənizdir. Burada bir qərarsızlığınız, bir məsələniz olacaq.
Daha sonra maddi durumunuzda yaxşılaşmalar olacaq. Qadın enerjilərindən gələn dəstəklər və bu həm xanımlara aiddir, həm bəylərə aiddir. Maddi olaraq özünüzü daha rahat, daha sabit, daha yaxşı isə ev almaq istəyirsiniz, bəlkə evi dəyişmək istəyirsiniz, evlə bağlı yeniliklər eləmək istəyirsiniz. Sizin üçün bu ay çox uğurludur. Və qız anası ola bilərsiniz, hamiləlik burada var, qız övladına hamiləlik xəbəri ola bilər, ana, qız mövzuları daha gündəmdə olacaq, anasızsa qızınızla bağlı yaxşı mənada xəbərlər olacaq, qızsızsa ananızla bağlı yaxşı xəbərlər gündəminizdə olacaq. Belə bir dişil enerjinin, qadın enerjisinin, bolluğun, bərəkətin, zərafətin, baxımın, gözəlliklə bağlı mövzular, xarici görünüşlə bağlı mövzular daha çox gündəmdə olacaq və bunlar da uğurlu alınacaq əslində. Və həyatınızda həqiqətən də bir dəngəyə otuzduracaqsınız həyatınızı. Yəni artıq özünüzü seçməyi bacaracaqsınız. Artıq həyatınızda mənim istəklərim, mənim bacarıqlarım, mənim məsələn öz işinizi qura bilərsiniz. Özünüzü xoşbəxt hiss etdirəcək ortamlar tapıb girə bilərsiniz ortamlara. Bitiş yaşadan, sizi həyatınızda bitmiş olan məsələlərlə bağlı artıq bunların qaranlıq və işıqlı tərəflərini görüb başa düşə bilərsiniz ki, bu hadisə niyə baş vermişdi? Niyə mən bunu yaşamışdım? Yaxşı mənada bunun dərsini alıb irəliyə bilərsiniz. Baxın, qılınc ikilisi ilə gəldi, dəngə ilə bitdi. Yəni, qərarsızlıqlarınız və fikir ayrılıqlarınız, sizi yoran düşüncələriniz öz yerini dəngəyə qoyacaq. Və soyuq bir, görürsünüz necə soyuq bir kraliçadır. Soyuqluq bitəcək həyatınızda. Yerini daha isti, daha duyğusal, daha özünüzü və bədəninizi hiss edəcəyiniz bir enerjidir. Burada da Hekatiyanın görürsünüz göstəricisi var. Yəni nə deməkdir? Qadınlığı kəşf edəcəksiniz. Qız uşağı, qadın və yaşlı qadın 3 enerjidir də bu, görürsünüz, yarım ay, dolunay və azalan ay. Yəni həyatınızın hər bir insanın öz həyat dönəmləri var da, düzdürmü? Bu həyat dönəmlərinə ayrı-ayrılıqda qayğı, ayrı-ayrılıqda sevgi, ayrı-ayrılıqda düzən gətirmək enerjisi daha çox aktiv olacaq. Daha çox anam necədir, nənəm necədir, mən necəyəm, qızım necədir, biz bir-birimizə necə təsir göstəririk, qadın enerjimizi necə, nəsil ssenarisi halında veririk bir-birimizə. Baxın, məsəl üçün, mənim anamın filan problemi vardı, mən də o problemi götürmüşəm. Sanki daha çox qadın nəsli üzərində işləyəcəyiniz bir aydır. Və son 3 kart, hansı ki, nədən xüsusilə bilməlisiniz, diqqətli olmalısınız. Çox önəmlidir bunu bilmək hal-hazırda sizə. Baxaq. Dünya və ölüm. Ya davam, ya tamam deyəcəyiniz bir ay olacaq. Yəni, konkret olaraq budur. Tamam və davam. Yəni, bu ay deyir sənə məcbur edəcək ki, sən artıq çoxunuz tamam deyəcəksiniz. Tamam, bitdi yəni. Burada işim bitdi deyəcəyiniz bir ay olacaq. Bu mövzuda, bu münasibətdə, bu sevgidə, bu ay nədirsə, burada işim bitdi və mən artıq buradan gedirəm. Zaten axırıncı karta baxın, 0-cı kart gəldi dura. Yeni, yəni siz bu ayda xüsusilə də dəfələrlə kupa 8-lisi duyğusal boşluqlara düşəcəksiniz ki, mən burada nə işim var, mən bu artıq bu durum mənə, buradakı enerjilər mənə heç də məni qidalandırmır. Zaten biz başda da bunu açmışdıq. Zaten burada və mir kartı deyir. Tamamladım mən öz işimi, öz missiyamı. Bəlkə də işdən çıxmaq istəyirsiniz, tamamlamalı olduğumuz bir şey var. Tamamlaya bilmirsiniz ki, çıxasınız. Və smert kartı ölümlə birlikdə. Bir mövzu bitdi artıq, bir dönəm bitdi artıq sizin üçün. Yəni artıq siz deyirsiniz, okey, tamam, bu qədər bəsdir. Burada mən işimi bitirdim və durak kartı yeni bir həyata başlamağın vaxtıdır. Bu dəfə necə başlayacaqsınız? Daha özgüvənli, daha cəsarətli, daha enerjik formada. Belə. Fikir verirsiniz, əqrəbin enerjisində də, özündə də zaten bitişlər çoxdur. Bilirsiniz də, əqrəb ölüm kartının simgəliyir. Daha doğrusu, ölüm kartı əqrəbi simgəliyir və fikir verirsinizsə, hər bir dəstədə əslində qismən və burada tam olaraq, birinci dəstədə də var idi buna oxşar enerjilər, bir bitirmə enerjisi var. Çünki əqrəb hər zaman nə inir? Bir şeylər sonlanır orada, bir şeyləri küllərindən yenidən doğmaq üçün. Gəlirəm 3-cü dəstəyə, klassik tarot dəstəsini kim seçmişdirsə, niyyət edin, özünüzü niyyət edin.
Kimisə niyyət eləməyə ehtiyac yoxdur, hansısa hadisəyə niyyət eləməyə ehtiyac yoxdur. Çünki onsuz da hadisələr özü, əgər vaxtı çatıbsa, özünü göstərəcək. Üçüncü dəstə niyyət edənlərə niyyət edirəm mən də. Noyabr ayı necə keçəcək? Noyabr ayının enerjilərində nələr var? Başlayın. Tılsım üçlüsü ilə başladıq. Daha çox işgüzar bir aya giriş edirsiniz. Yəni kimlər seçibsə, ilk öncə deyərdim ki, iş tapmaq istəyirsə iş təklifi alacaqsınız. İşləyirsinizsə daha çox işləyəcəksiniz. İmtahana hazırlaşacaqsınız, kursa gedəcəksiniz, təlimə gedəcəksiniz. Müxtəlif belə nə dil kursları ola bilər. Nə bilim və yaxud da müxtəlif işinizlə bağlı müəyyən bir sertifikat almaq üçün davamlı bir oxuyacağınız və üzərinizdə işləyəcəyiniz bir ayla giriş edirsiniz. İlk günlər belə keçəcək. Daha çox işdə, oxu, əziyyət sanki zəhmət çəkəcəksiniz. Əziyyət yox, zəhmət çəkəcəyiniz bir dönəmə girirsiniz. Baxaq görək, burada nə baş verir. Aha. Ayın sonraki vaxtlarında isə həyatınızda bəzi xaotik durumlar ola bilər. Xüsusilə aranız soyuq olan insanlarla, xüsusilə aranızda problem olacaq. Əvvəllərdən də problem olan insanlarla, xanım üçün bəydir, bəy üçün xanımdır. Bəzi münaqişə və mübahisələr ola bilər. Qılınc beşlisi burada, dəyənək beşlisi. Xainlik, xəyanət, soyuq savaş açmaq, birbaşa sizə göz görə-görə mən səninlə mübarizə aparıram, sanki mesajı vermək sizə ki, bax mən burada sənin düşməninəm və səni məhv eləyəcəm, sənin arxanda dayanmışam ki, səni yəni mən zəiflədim. Bax belə bir enerjilər ola bilər hətta sizin həyatınızda və hiss edə bilərsiniz ki, xüsusi kariyer həyatınızda çox ciddi rəqiblər və düşmənləriniz var. Rəqib demirəm burada, düşmən deyirəm artıq. Çünki burada bir rəqabət varsa, burada artıq bir düşmənçilik var. Qılçası ilə birlikdə də zaten əlimdə qılınclarım var və sənin zəif bir anını axtarıram. Amma burada bilməli olduğunuz nədir? Mübahisə və münaqişələri apararkən belə düzgün yoldan aparın. Çünki bunun bir ilahi ədalət tərəfi gələcək. Amma bəzən insanlar qalib gəlmək üçün ən pis versiyada, tək ki mən ona qalib gəlim deyərək, belə deyək də, ədaləti, bu sistemin bir də arxa planı olduğunu unudurlar və hər şeyi bu anda həll eləmək istəyirlər və düzgün yolda mübarizə aparmırlar, düzgün savaşmırlar. Hətta savaşanda belə bunu qaydalarına görə aparmaq lazımdır. Qaydasız formada necə gəldi, bir-birinizə zərər verə bilərsiniz deyir. Bu sənin üçün də qarşı tərəfə bunu, yəni qarşılığını verəcəm deyəndə unutma bunu ki, Qılınc beşlisi çünki düzgün bir mübarizə şəklini göstərmir. Yəni birbaşa səninlə rəqabət aparıram enerjisindən daha çox arxa planını səni vurmağa hazırlaşıram enerjisini verir. Yəni mən sənin arxanda dayanmışam və bir anlıq sən zəif gördüyün anda sənə zərbə vuracam enerjisini daşıyır daha çox. Və burada deyir ki, qadınlıq enerjisindən bağlı da hətta siz hiss edə bilərsiniz öz qadın enerjinizdəki sanki bir tutqu, tutulma, bir aqressiya, bir hirs, bir əsəb var. Həyatınızda olan bəy ola bilər bu. Həyatınızda bir ayın elə ilk vaxtlarında, xüsusilə 5-i, 15-i, 25-i tarixlərində soyuq bir savaşın içərisində hiss edə bilərsiniz özünüzü. İşə girmək istəyənlər deyim ki, burada rəqabət çoxdur. Yəni işdə olanda, yəni işə daxil olanlardan söhbət gedir. Və burada mövzu da budur ki, siz deyəcəksiniz ki, okey, əgər sən mənə düşmənsənsə, mən də gedirəm, qılıncımı götürüm, gəlirəm, yəni savaşaq, dişə-diş savaşmaq istəyirsənsə, mən də okeyəm, yəni savaşaram deyəcəyiniz, özgüvənli bir şəkildə bu mübahisəyə girəcəyiniz, münaqişəyə girəcəyiniz bir aydır burada sizin üçün. Daha sonra qədər çarğı hər yerdə, hər üç kartda da çıxdı. Deməli, taleysel dönüşümlər olacaq bu ayda sizin üçün. Yəni burada sizə lazım olan və artıq dəyişməsi gərəkən bir şeylərin dəyişmə vaxtının gəldiyini hiss edəcəksiniz və bu dəyişikliklər olacaq. Amma tılsım 9-lusu deyir, sən bunu istifadə edə biləcəksənmi? Yoxsa yenə də
keçmiş qorxularından və keçmişdə yaşadığın acılardan yapışıb orada qalmağa mı davam edəcəksən? Bu konfor zonadır da bir növ. Yəni bizim öyrəşdiyimiz, qorxduğumuz yer. Orada mı qalacaqsan və burada qaldıqca nə baş verir? Daha çox yüklənirsən. Baxın, daha çox yüklər, daha çox məsuliyyətlər, daha çox ağırlıqlar dəyənək beşiyinin üzərinə gəldi. Bəlkə də bir ara sakitləşmiş mübahisələr yenə ortama gəlir və sən onlarla savaşdıqca hər mübahisədən biraz daha ağır bir enerji özünə yığırsan və niyə bunu edirsən? Çünki burada burada bir dönüşüm şansı var. Sənin həyatında bir şeyləri dönüşdürmə şansı. Bəlkə bu bir insanın həyatıma girişidir. O sənə yol göstərəcək. Bəlkə bu alacağın bir seansdır. Bəlkə bu bir psixoloqdur. Bəlkə bu bir meditasiyadır. Bəlkə bu bir eləməli olduğun, atmalı olduğun bir addımdır. Bəlkə bir üzr təklifidir. Fərqi yoxdur, hər kəs üçün fərqlidir. Amma burada bir dönüşüm var, amma sənin o dönüşümdən qorxduğunu görürəm. Və bu dönüşümdən qorxduqca fikir qarışıqlığı içərisinə batırsan. Niyə? Çünki əslində real olanı görmək yerinə qeyri-real illüziyalarda ilişib qalma, sıxışma var. Bu biraz birinci dəstədə də çıxmışdı. Kupa 7-lisi. Birinci dəstədə də hətta ola bilər 1 ilə 3-ün arasında qalanlar da ola bilsin ki, kimsə var, oxşar enerjilər var çünki. Burada deyir ki, hər dəfəsində fərqli fikirlər düşünürsən, fərqli fikirlərlə də hər birini də real olmuş kimi düşünürsən. Baxın, illüziya qurursan, onun real olduğuna özünü inandırırsan və həmin hər reallığın ayrı bir yükünü də götürürsən öz üzərinə. Yəni elə bil ki, sən həm müxtəlif problemlər yaradırsan beynində və həmin problemlərin hamısının da ruhsal, duyğusal ağırlığı var və bu ağırlığı da alırsan öz çiyninə. Realda çox yorulmusan və özünü ruhsal olaraq çox yorğun və tükənmiş hiss eləyirsən, amma baxsan ki, həqiqətən əllə tutular bir problem var, yoxdur. Sadəcə sən duyğusal olaraq xoşdabı girmək istəmirsən bu, belə deyək də, ağır enerjinin altına. Və burada deyir ki, daha ağıllı, daha planlı olsan əgər, daha stabil bir döngüyə girə bilərsən. Daha stabil bir maddi, ola bilər ki, iş qurmaq kimlər üçünsə maddiyyat və öz işini qurmaq ön planda olacaq. Burada kimlərdəsə daha çox bugünə qədər bəlkə istifadə olunan tərəf olmuşsunuz, amma bu ay daha çox bici olan tərəf, daha çox bilmiş olan tərəf olacaqsınız. Bəlkə daha çox ağıllı tərəf olacaqsınız, daha çox öz haqqınızı alan tərəf olacaqsınız və öz haqlarınızı alacaqsınız. Maddi durumunuzu daha da stabilləşdirəcəksiniz əzizlərim. Və burada deyir ki, bəzilərinizin ailə içərisində, ailə bağları içərisində bəzi qopmalar və xüsusilə də bəylərin, həyatınızda olan bəyin zaman-zaman bir depressiv bir modda özünə qapandığını görə bilərsiniz. Sanki bir aqressiv bir şəkildə və küskün bir şəkildə, depressiv bir şəkildə hər yerdə fərqli olacaq. Sanki hər gün gələn, evi ilə maraqlanan, evində gözəl anlar keçirdən, evinə sevgi verən bir insanın enerjisi gedib yerinə heç nədən məmnun olmayan bir insanın enerjisi gəlir. Özünüzü bu formada hiss edə bilərsiniz və ailənizlə bağlı duyğularınızın zaman-zaman soyduğunu da hiss edə bilərsiniz. Heç təəccüblənmədim burada şeytanın gəlməyinə. Və bu ay deyir ki, sənin üçün əslində karyera həyatında nə qədər ilahi ədalət sənin yanında olacaqsa və sən öz işini nə qədər yaxşı quracaqsansa və duyğularınla bağlı, qorxularınla bağlı dəngələnəcəksənsə də sənin həyatında hal-hazırda şeytan var. Şeytan nə deməkdir? Kimlər üçünsə bu negativ bir enerjidir. İstənilən halda bu negativ bir enerjidir. Sadəcə bu negativ enerji nədir? Kupa 7-lisi. Beyninizdə sanki bitmək bilməyən bir şeytanın səsi var. Bacarmazsan, pissən, bu yaxşı deyil, burada nankörlük var, burada hər şey pisdir, burada hər şey qaranlıqdır, hamı səni günahlandır, hər kəs üçün fərqli olacaq. Amma beyninizin içindəki şeytan susmayacaq və sizin beyninizdə o qədər o şeytan danışacaq və hiss edəcəksiniz ki, həqiqətən yorulursunuz. Və əgər siz bu anda bu şeytanın qarşısını kəsməsəz, maddi və mənəvi olaraq bəzi itkilərlə üzləşə bilərsiniz. Bu ay sizin sınağınızdır, əziz 3-cü dəstə. Nə dərəcədə qaranlıqdan çıxış edə biləcəksiniz, nə dərəcədə qaranlıqdan işığa çıxa biləcəksiniz və dəngələnəcəksiniz. Əgər qorxularınızla, əgər bu səslə savaşa bilsəz, bu səsi öz səsiniz olmadığını anlaya bilsəz ki, bu səs sizin səsiniz deyil, sizə aid deyil bu.
qaranlıqdan gələn bir şeydir, sizi aşağıya dartan bir şeydir. Bəlkə başqasının enerjisidir, bəlkə biri ilə görüşəcəksiniz, o insanın ağırlığıdır, bəlkə evinizə gələn bir qonağın ağırlığıdır, amma o ağırlığı hiss eləyəcəksiniz. Əgər o ağırlığı bədəninizin ata bilsəz, həyatınızda dəngələr olacaq. Yox ata bilməsəz, ailə içərisində bəzi maddi və mənəvi itkilərlə rastlaşa bilərsiniz. Buna ehtiyatlı olun. Baxaq görək, son olaraq siz nəyi ümumiyyətlə bilməlisiniz? Nəyi bilməlisiniz, nəyi xüsusilə də dəyişmək artıq vacibdir. Aha. Burada 3-cü dəstə yenə də bir ay kartı var. Bəlirsizliklər içərisində çox, buna biraz kart çəkəcəm, görək. Çıxa biləcəksiniz bu vəziyyətdən. Aha. Əslində deyir ki, bəlirsizliklər həyatınızda çox ola bilər hal-hazırki dönəmdə. Yəni siz düşünə bilərsiniz ki, həyatımda nə irəliləmək istəyirəm, alınmır. Burada yəqin ki, su elementləri daha çoxdur. Xərçənglər, əqrəbli balıqlar və ya yüksələn xərçəng əqrəb balıqlar. Burada deyir ki, bir məqsədiniz, bir hədəfiniz var. Amma məqsədinizi, hədəfinizə gedən yolda düşünürsünüz ki, sizin elədikləriniz heç vaxt yetmir və önünüzdə qaranlıqdır. Və bu qaranlıq durumu sizi hər şeyi daha çox böyütməyiniz. Elə bil ki, məsələn də fikirləriniz var, bir şeylər eləmirsiniz, cavabı gəlmir. CV yazmışsınız harasa və yaxud da nəsə bir kursa getmişsiniz, cavab gəlmir. Siz düşünürsünüz ki, hər şey bitdi, bu da alınmadı, olmadı, olmayacaq və s. Halbuki burada deyir ki, səni çox məmnun eləyəcək 9 rəqəmi ilə bağlı, 9 həftə, 9 ay içərisində 9 aylıq bir dönəmdə xəyallarını reallaşdıracağın, istər maddi, istər mənəvi duyğuyla və təkliflə sən rastlaşacaqsan. Sadəcə anlıq olaraq, bax, indinin özündə bu qaranlığın enerjisində çox yıpranırsan və burada bir təmizlənmə mütləqdir. Enerji təmizlənməsi 3-cü dəstə üçün mütləqdir və mən 3-cü dəstəni seçən hər kəsə endirimli aura təmizləməsi hədiyyə eləyirəm. Elə indicə burada qərar verdim. Baxın, ani bir qərardır. Siz sadəcə bu videoya baxandan sonra Instagramda və ya WhatsApp üzərindən keçib eləyib deyə bilərsiniz ki, mən 3-cü dəstəni seçmişəm. Mən sizə bütün növ negativ enerjiləri təmizləmək üçün bir güzəştli bir belə deyək də təklif göndərəcəm sizə. Çünki sizin buna ehtiyacınız var. Çünki sizin hal-hazırda hər şeydə belə hiss edirsiniz. Heç nə mənim istədiyim kimi getmir. Gözləntilərim reallaşmır. Ay kartı da buradadır. Hər şey bir qaranlıqdır. Hər şey bir qeyri-müəyyəndir və mən bu qeyri-müəyyənin içində batıram. Amma burada əgər siz bu enerjidən çıxarda bilsəz özünüzü, nə baş verəcək? Kupa 9-lusu. Daxildən, könüldən gələn bir xoş enerji və bu ki, sizi çox xoşbəxt edir və pul məbləği və hətta gözlənmərəm. Bu adam mənə bunu eləməz dediyiniz adamdan gələn təkliflər. Bu adamdan olmaz, buna ümidim yoxdur dediyiniz yerdən gələn həm sevgi, həm də pulla bağlı təklif. Xüsusilə siz xərçəng əqrəb balıq və ya gözlədiyiniz adam xərçəng əqrəb balıq və yüksələn xərçəng əqrəb balıqlar daha çox bu enerjini hiss eləyəcək. Yəni bu dəstəni daha çox, daha dərindən hiss eləyənlər su elementləri olacaq. Amma dəstə ümumiyyətlə hər kəsə aiddir. Belə özünüzə yaxşı baxın. Mütləq şəkildə Instagramı izləyin. Çünki mən Instagramda hər 2 gündən, 3 gündən bir dəstə seçilər yerləşdirirəm. Özünə yaxşı bax.